Salam əziz müdavimlər, xoş gördük sizi. Mən Aytəkir Rəsulova. Sizə 17 iyun sertifikasiya imtahanına bağlı düşən suallarla bağlı qısa bir izah vermək istəyirəm. Qeyd edim ki, bunların hər birinin sual formasını mən əldə edib sizə test üçün paylaşacağam. Amma ilk öncə qısa bir məlumat vermək istəyirəm ki, bilin ki, nə formada suallar düşmüşdür. İlk sualımız bizdə inteqrasiya adlı bir sual olub və inteqrasiya adlı olan sualımızın cavabı orada fənn arası inteqrasiya olmuşdu. Sadəcə bir neçə fənnin əlaqəsi olmuş bir sual olmuşdu. Gəlmək istəyirəm indi əsas nüansımız olan taksonomiya aid olan suala. Taksonomiya aid sual düşüb. Sualımız bu tipdə düşüb ki, sualın birində deyilir ki, şagirdlərə bir dənə uşaq birinin özü mətni yazır. Uşaq öz yazdığı mətnlə əsl olan mətni müqayisə edirdi. Sanki bizim bu insert iş üsulumuza bənzəyirdi və biz şeyi müqayisə ediriksə özümüzün onu müqayisə edirik. Biz burada sonra qayıdıb baxın, burası ilə müqayisə etməyimiz anlamaq yerinə aiddir. Amma şagird sonra qayıdır, onunla bağlı öz fikrini bildirir, onunla bağlı proqnozunu verirdi. Baxın bu proqnoz o dəqiqə sizin ağlınız yaratmağa getməsin. Yəni burada uşaq öz fikirlə proqnozunu verirdi ki, hə bu belə ola bilərdi. Bu belə olsa daha yaxşı olardı. Mən bundan razı deyiləm tutaq ki. Və cavabımız deyiləndirməyə aid olan sual olmuşdu. Bir sualımızda isə deyirdi ki, müəllim uşağa sözlər verir, uşaq sözə uyğun cümlə qurmalı idi. Bu da biz dünənlər belə buna uyğun sual vermişəm. Mən həm də öyrənişsiz dərsimizdə deymişdim ki, müəllim əlifbamızın 5-ci hərfini deyir ki, hansı hərfdir və deyir ondan başlayan sözdür, cümlədir, ona aid olan bir sualdır. Bu da müəllim şagirdə bildirir ki, sözlər verir uşağa, sözün mənasını da verir və bu mənaya uyğun bizə cümlələr qurur. Uşaq o mənanı anlayıbsa, ona uyğun məna qura biləcəkdir. Bizim də bu anlamaq mərhələmizə aid idi. Tətbiqə gəldikdə isə tətbiq o zaman ola bilərdi ki, tətbiq bizdə bizim əlimizdə bir əşya olmalıdır. Ya bir kompas olacaq, ya çəkici olacaq, ondan istifadə edib mismara vuracağıq. Amma bu söz axı bir əşya deyil. Biz sözü anlayıb ona məna qurmalıyıq. Bir sualımız isə diaqnostik qiymətləndirməyə aid olan sual idi ki, hansı yanlışdır və onun içərisində formativə aid olan bir sual var idi ki, şagirdlərin inkişafını izləmək üçündür və hər dəfə dərs zamanı aparılır. O sualımız diaqnostikə aid olan sual idi. Bir sualımız doğru-yanlış formatında hansı doğrudur, hansı yanlışdır, uyğun olmayan suallar var, 4 bucağı kimi. Ona aid olan sual olub və hamımız tənqid təfəkkürünə bağlı olan bir sual olmuşdu. Məncə bu da rahat bir sualdır. Qalan 5 sualımız isə hər biri istəyirsə uyğun sual olmuşdu. Bəli, çox böyük mətn sualları olub. Həmişə biz bunu deyirik. Filoloqlara, ədəbiyyatçılara, ibtidailərə böyük mətn sualları düşməsi gözlənilir. Çünki onların fənni məhz bununla bağlıdır onsuz da və biz onsuz da ancaq bütün o günün sınaqları, ümumi sınaqlarımızda böyük mətnlər işləmişik sizinlə. Və bu da onun üçündür ki, zorla o sualları görəndə qorxmayın. Və doğrudan da sinif idarələməsinə aid olan suallarımızda, müəllim şagird valideyn münasibətinə aid olan sualımızda, ümumi dərs gedişatına bağlı olan suallarımızda, istər bununla qarşı olan suallarımızda hər biri böyük mətn sualı olmuşdu və bu sualların hər birini mən sizinlə axşam saatında paylaşacağam. Sadəcə indi bunu atmaq istəyirəm ki, baxın görün nə ilə bağlı necə sualımız düşüb. Qeyd edim ki, bu günləri ədəbiyyat fənninə iş üsuluna bağlı sual düşməyib. Bir də nəzəriyyələr dərsi Howard Gardnerdir, Piagetdir, Vygotsky'dir. Bunlardan bağlı sual düşməyibdir. Amma emosion intellekti, emosion intellektin içərisində olan sinif idarələməsidir, empatiya idi. Onunla bağlı ümumi sual